həm insanların həyatını xilas edən, həm də təhlükə haqqında digər mobil istifadəçilərə məlumat ötürən cihaz. Günəş panellərinin ətraf mühitə mənfi təsirini minimuma endirməyə hədəfləyən layihə. İctimai yerlərdə təhlükəli şəxs və əşyaları 1 saniyə ərzində müəyyən edib reaksiya verən robot. Bu ideyaların müəllifi hər hansısa peşəkar mühəndis, alim deyil. Onlar məktəblilərdir. Gələcəyin potensial alimləri. Sadaladığımız layihələrin sayı 3 olsa da, belə innovativ daha 100 layihə var. Söhbət Gələcəyin alimləri 14-cü Respublika layihə müsabiqəsindən gedir. 9-11-ci sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin açılış mərasimi Bakı Ali Neft Məktəbində baş tutdu. Məktəblilərin layihələri sərgi formatında nümayiş olundu. Onlardan biri də Security Bot layihəsidir. Süni intellekt vasitəsilə qadağan olan əşyaları, şübhəli şəxsləri 1 saniyənin ərzində tanıda bilər və həmən bir reaksiya verə bilər. Kömək sizə lazımdırsa, turist kimi yaxınlaşacaq və kömək eləyəcək. Müsabiqənin keçirilməsində məqsəd yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarla tənqidi düşünmə, problem həll etmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir. İnsanların həm eyni zamanda həyatlarını qurtaran, həm də digər mobil istifadəçilərə məlumat ötürən, həm də SOS sistemi tətbiq edən bir cihaz düzəldək. Qurğumuz hələ tam inkişaf etməsə də müəyyən səbəbləri məsələn göstərə bilər. Məsələn, qısaca göstərsəniz, zəlzələ zamanı kiçik bir salonda olduğu zaman qırmızı işıqla digər mobil istifadəçilərə bu barədə məlumat ötürə bilir. Bizim bu qurğumuz zəlzələyə yanaşı daşqın, sel, sürüşmə, qaya düşməsi kimi təbii fəlakətlər və sənaye qəzaları, nəqliyyat qəzaları, qaz sızması, qaz zəhərlənməsi, soba sızması kimi insan səbəbi fəlakətlərin təhlükəsini artırmaq və erkən xəbərdarlıq sistemi qurmaq bizim məqsədimizdir. Və biz yəni dediyimiz kimi biz hələ məktəbli olduğumuz üçün belə qurmuşuq, amma inşallah gələcəkdə bunu daha yaxşı təkmilləşdirəcəyik. Müsabiqədə iştirak edən qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçiriləcək sərgidə ölkəmizi təmsil edəcək.